Deməli, xatırlayırsınızsa biz keçən dəfə hesablar plan dərsini keçdik və orada hesabları böldük. İlk kateqoriyada aktivlər gəldi, 100 ilə 299 arası, sonra gəldi kapital, 300 ilə 399 arası, sonra öhdəliklər gəldi, 400 ilə yəni 599 arası, sonra gəldi gəlir hesabları 600 ilə 699, bir də xərcin 799 arası, bir də mənfəət ilə bağlı hesab gəldi, ümumi mənfəət hesabı 801 nömrəli hesab. Burada belə bir məsələ var. Xatırlayırsansa biz o zamanda həm aktivlər, həm öhdəlikləri də göründüyü kimi birində 100 ilə 299 arasıdır, digərində isə 400 ilə 599 arasıdır. Və bu göstərir ki, bunlar həm aktivlər, həm öhdəliklər iki yerə bölünür. Həm uzun müddətli məsələsi var, qısa müddətli məsələsi var. Biz növbəti dərsimizdə indi keçirik ilk öncə aktivlər bölməsinə, uzun müddətli bölməyə. Uzun müddətli bölmə nə haqdadır? Yəni, uzun müddətli aktiv deyəndə ilk öncə nə nəzərət tutulur? Uzun müddətli aktiv deyəndə müəssisə tərəfindən nəzarət olunan və bir ildən artıq müddətdə müəssisəyə fayda gətiriləcək iqtisadi resurslar nəzərdə tutulur. Bu resursların əsas xüsusiyyəti nədir? Onlar yadda saxlayın, onlar daimi fasiləsiz olaraq istifadə edilir və öz dəyərini hissə olan məhsulun üzərinə keçirir. İlk öncə baxaq görək bunun xüsusiyyətləri hansılardır? Yəni, yadda saxlayın ki, uzun müddətli aktivlərin əsas hissəsini əsas vəsaitlər təşkil edir. Deməli, uzun müddətli aktivlərin içində bir var maddi aktivlər, bir də var qeyri-maddi aktivlər. Maddi aktivlərində ən böyük qismini əsas vəsaitlər təşkil edir. İlk öncə görək, uzun müddətli aktivlərin xüsusiyyətləri hansılardır? Birincisi, bir ildən artıq istifadə müddətinə sahibdirlər. Yəni, nə deməkdir? Bunlar bir dəfəli istifadə üçün nəzərdə tutulur. Məsəl üçün, kompüter. Gördünüz, onun potensial istifadə müddəti bir ildən artıqdır. Telefonun özü, binanın özü, kondisionerin özü, maşının nəqliyyat vasitəsinin özü. Bunların hamısı bir ildən artıq istifadə müddətinə sahibdirlər. Bu birinci xüsusiyyətdir. Buna türkçədə duran varlıqlar da deyirlər. Yəni, nədir? Yəni, duran varlıqlar deyirlər. İkincisi nədir? Xüsusiyyətindən fasiləsiz o istifadə edilir. Tutan zavoddur, zavodda dondurma istehsal edilir və fasiləsiz o istifadə edilir. Və yaxud nə bilim, nəqliyyat varsa, yük daşımada fasiləsiz o istifadə edilir. Bu ikinci xüsusiyyəti. Üçüncü xüsusiyyəti o ki, öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə keçirilir. Nə deməkdir bu? Tutaq ki, biz çörək istehsal ediriksə, çörəyin də bişildiyi bir avadanlıq var. Və həmin avadanlıq öz dəyərini özü yox olub çörəyin içinə daxil olmur. Köhnəldikcə öz dəyərini hissə itirir, məhsul dəyərinə daxil olur. Yəni, necə daxil olur? Yəni, sabahsız gün məhsulun qiymətini, bazar qiymətini müəyyən eləyəndə onun köhnəlmə xərcində nəzərə alırlar. Biz ilk dərsdə uzun müddətli aktivlərlə bağlı, biz növbəti dərsimizdə amortizasiya ilə bağlı dərsimiz olacaqdır. Biz onu daha ətraflı izah eləyəcəyik. Digər bir məsələ, deməli, bunlar təkrardır. Amortizasiya edilmə xüsusiyyətinə sahibdirlər. Yəni, yadda saxlayın. Amortizasiya edilmək nə deməkdir? Yəni, amortizasiya edilmək o deməkdir ki, həmin avadanlıqlar, və qeyri-maddi aktivlər, onlar amortizasiya, yəni köhnəlir. Köhnəlmə nə deməkdir? Köhnəlmə o deməkdir, onun ilkin dəyərini hissə xərcə silinməsi məsələsidir. Sonra bunlar təşkil edib. Əsas xüsusiyyəti 3 dənədir. Yəni, biləsiniz ki, əsas 3 dənə xüsusiyyəti var. Ancaq əsas vəsaitlərdə biraz fərqlidir. Qeyri-maddi aktivlər nədir? Keçəcək. Məsəl üçün, lisenziya, aptek fəaliyyət göstərməsi qeyri-lisenziya. Gördünüz,
Lisenziya bir kağız parçası. Ona bir hüquq verir ki, sən bu işlə məşğul ola bilərsən. Ancaq pul ödəyirəm 10.000 və yaxud 15.000 pul ödəyir. Və bank gedir, Mərkəz Bankda lisenziya alır ki, mən fəaliyyət göstərmək. Gördünüz? Lisenziya alır ki, mən fəaliyyət göstərmək istəyirəm. Və onu da niyə o lisenziya əsasında fəaliyyət göstərdiyinə görə onun da adətən amortisasiya olunur. Amortisasiya olma nə dedi? Nə deməkdir? Onun dəyərini hissə nə qədər pul veribdilərsə, müəyyən dövrə bölürlər, hər məhsulun qiymətinə daxil edirlər, deyirlər ki, bunun bazar dəyəri bu qədərdir. Əsas vəsaitlərin xüsusiyyəti nədir? Dedik ki, maddi aktivlər var, qeyri-maddi aktivlər. Uzun müddətli iki yerə bölünür. Maddi aktivlər, əsasın qeyri-maddi aktivlər. Başqaları da var, orada bioloji aktivlər də var, investisiya mülkiyyət də var, digər aktivlər də. Biz onları keçmirik. İlk öncə maddi aktivlər var, qeyri-maddi aktivlər. Maddi aktivlərin içində də, maddi aktivlərin ən çox olanların, ən çox işlənən praktikada fizik, əsas vəsaitlərdir. Yəni, olan xüsusiyyəti nədir? Birinci xüsusiyyəti o ki, onlar fizik xassəliyə sahibdirlər. Məsəl üçün, dedim, binadır, nəqliyyat vasitəsi, kompüterdir, proyektordur, mebeldir, gördünüz? Yəni, duran bir mahiyyətdir, biz onunla istifadə edirik. Nəqliyyat vasitəsi elə demək deyil ki, mən onun kəsib parçalayıb, mən onun sürməkdən faydasını götürürəm. Telefonu işlətməkdən faydasını götürürəm, sosial şəbəkə daxil olmaqdan, dərsə qoşulmanın faydasını götürürəm. Kompüter yazı yazmağına istifadə edirəm. Nəqliyyat vasitəsi, məsələn, mən bir yerdən digər yerə aparmaq üçün lazımdır. Bina ona görə lazımdır ki, mənim başıma yağış dəyməsin, məsələn, mən xəstələməyim. Yəni, bu cür, gördünüz, faydası dolayı yolla keçirir. Ancaq, birbaşa deyəsən, müəllim bəy, birbaşa keçirən nədir? Məsəl üçün, tutaq ki, bir çörək istəyəsəl eləyirsə, çörək üçün nə lazımdır? Fərz edək ki, 2 şey lazımdır. Və yaxud bir neçə, 3 şey lazımdır, məsəl üçün. Nə lazımdır? Deyək ki, un lazımdır, məsəl üçün, yumurta lazımdır, məsəl üçün, bir də, məsələn, duz lazımdır. Ancaq, bu harada bişəcək? Təbii ki, sobada. Soba öz xassiyəsi necə ki, un ambardan götürülür, yox olur, çevrilir çörək. Necə çevrilir? Sobada qızdırmaqla, gördünüz? Sobada nə qədər qızdırsan, başlayır köhnə, öz faydasını o cür keçirilir. Məsəl üçün, tutaq ki, biz çörəyi elə öz dəyəri çıxıb 30 qəpiyə, ancaq amortisasiyanı eləyəndə biz onu 30 qəpiyə vermək, 30 qəpikdən hesablamalı deyil. Biz onu 40-dan hesablamalı. Niyə? Bunun sobası var, əlavə olaraq sabah ki, sobanın təmiri var, filanı var, bunu daxil edilir onun üstünə. Ona görə deyilə öz dəyərini hissə keçirir. Növbəti məsələ ondan ibarətdir ki, bu əsas vəsait, əsas xüsusiyyətlər bunların hamısı var. Məsələn, fasiləsiz olaraq istifadə edilir, bildən artıq istifadə dəyərinə sahibdir. Bunlar həm maddi aktivlər də var, həm də qeyri-maddi aktivlər də var. Bunun əsas xüsusiyyəti nədir? Fizik xassəlliyi olur, əl vuranı hiss eləyə bilirik. Nə bilim, məsəl üçün, duyğu orqanlarımızda əl vuranı hiss eləyə bilirik. Hissiyyat orqanı və yaxud ambarlanma xüsusiyyəti və gözlə görə bilirik. Fizik xassəliyi var. Mən xidməti görə bilmirəm. Hal-hazırda mən sənə xidmət verirəm. Gördün? Sən onu toxuna da bilmirsən. Ancaq görə də bilmirsən. Ancaq istifadə edirsən. Ambarlama xüsusiyyəti var. Ambarlama nə deməkdir? Sən onu alanda, onu pul verib mal alanda, o gedib oturdu 205 nömrə hesabda. Nədir? Harada oturdu? Oturdu mal hesabı. Gördü, aktivlərdə yer tuturdu. Fizikolo ambar, ona görə biz mal hesabını deyirdik ki, mal ambarı. Yəni, mal demək, mal ambardır. Demək, ambarlama xüsusiyyətinə sahibdir bunlar. Sonra, bir ildən artıq istifadə müddətinə sahibdir. Yenə deyim, dəyərli hissəyə keçirirlər. Fasiləsiz olaraq istifadə edirlər. Bir də amortisasiya edilmə xüsusiyyətinə sahibdirlər. Bu 2 dənə xəssə var, buyur. Bu fizik xassəliyi ilə ambarlama xüsusiyyəti, bu qeyri-maddi aktivlərdə yoxdur, lisenziyada yoxdur. Bildiniz, bunlar ümumi xüsusiyyətlərdir, ancaq bu ikisi sırf fizik varlıqlara aiddir. Bəli. Biz bundan, məsələn, biz kompüter alırıq. Biz onu öz istifadəmiz üçün alırıqsa avadanlıqdır. Yox, biz kompüter alırıq satmaq üçünsə o maldır. Əsas bu, bəli, bunu biləsin.
ən çox istifadə edilən məsəl üçün hesablar hansılar? Uzun müddətli aktivlərdir. Əsas bax, qeyri-maddi aktivlərdir. Burada əsas 3 hesabdan istifadə edir. 101, 102, 103. Gördünüz? Yəni onun yerinə 1 qoyubdular, olub 101. Onun yanına 2 qoyubdular, 102. Bir də 103. Yadda saxlayın. Hər zaman mal alınanda birinci 103-ü atılır. Və yaxud qeyri-maddi aktiv alınanda. Birinci 103-ü atılır, sonra 102 atılır, sonra 101 atılır. Səbəb nədir? Səbəb bu ki, sən kompüter alsan belə, bəlkə hələ ki onu istismara verməmsən. İndi onu qarşıda izah eləyəcəm. 11 ilə başlayan torpaq tikili avadanlıqlardır. Keçən dəfə dərsimizdə dedim ki, buna bir sub hesablar açmaqda müstəqillik. Məsələn, adı belə ki, 111 nömrə hesab ki, mən ona sub hesablar açmışam. 111.5.1, 111.5. Bəli. Mən bəlkə siz bunu yer dəyişə eləsin, yenə problem yox. Olar. Bəli, bəli. Yəni siz çalışın mümkün qədər mən verdiyim plan üzərinə gedin ki, məsələ həlli zamanında eləyəndə bizim hər şey üzləşdirmək olsun, yəni rahatçılığın səhvlərinizi görə bilərsiniz. Növbəti məsələ. Burada deməli görürsünüz, burada yenə 111, 112, 113. Burada 3 dənə əsas anlayış var. Baxın. Deməli var ki, birincisi məsələ o ki, gəl bunu əsas vəsaitdə özünüz elə, daha rahat başa düşməsin. Gördünüz, burada var. Torpaq tikili avadan, yəni TT deyirlər, ilkin satın alma dəyəri. Bir. Yığılmış hesablanmış amortisasiya. Bir də məsrəflərin kapitallaşdırılması. İndi keçək qeyri-maddi aktivlər. İndi mən bunu qarşıda izah edəcəm. Qeyri-maddi aktivlərə nələr daxildir? Keçən dəfə də bu sualı verdiniz. Qeyri-maddi aktivlərə, məsəl üçün, ticarət markası ola bilər. Məsəl üçün, bir hərəsi məhsulun üstündə ola bilər. Proqram təminatı ola bilər. Tutaq ki, bir mühasib proqram var, satıla bilər və ya başqa heç bir proqram olar, satıla bilər. Məsəl üçün deyirəm. Və ya başqa bir proqram. Patentlər ola bilər. Patent nədir? Bir məhsul istehsal eləmək üçün, onun üçün almış ticarət əmtihani şanıdır. Müəlliflik ola bilər. Biri bir kəşf ortaya ola bilər və ya kitab yazar, onun müəlliflik hüququnun dəyəri ola bilər. Lisenziya ola bilər. Gördünüz? Bunun hamısı şirkətə dolayı yolla fayda gətirir. Ancaq maddi olaraq həm fiziki onun dəyəri yoxdur, fiziki görünmür, həm də ambarlamır. Ancaq amortisasiya olur. Niyə? Çünki proqram təminatı, mühasib proqram təminatı demək, bütün mühasib işlər orada gedəcək. Onun üzərindən də onun da dəyərini hissə amortisasiya eləyəcək ki, mən hissə onu azaldım, silim. İlk öncə biz keçək kompüterin ilkin dəyəri məsələsinə. Fərz eləyək ki, biz 1000 manatı kompüter almışıq. Onun ilkin alış qiyməti və qaimə dəyəri deyə bilərik. Kapitallaşdırma məsrəfləri nə ola bilər? Nə deməkdir kapitallaşdırma məsrəfləri? Buna əlavə proqram yükləyə bilərəm, SSD yaddaş kartı qoya bilərəm, əlavə hard disk qoya bilərəm. Gördünüz? 200 manatda mənim bura xərcim çıxsa və yaxud biraz da əlavə eləyə bilərəm. Deyə bilərəm ki, məsəl üçün deyirəm də. Deyə bilərəm ki, məsəl üçün təmir xərci. Məsəl üçün. Gördünüz? Yəni, aktivlərdə 1000 manatı aldığım, əlavə də xərclər çəkməni mənim üzərim 1200 manata başlayır. 200 manatda əlavə olur. Cəmildir 1200 manat. Buna deyirlər, yəni aktivlərin kompüterin balans dəyəri. Yəni, balans nə deməkdir? Biz onun balans hesabatını aktivlə bölməsin 1200 üzərindən qeyd eləyəcəyik. Amortisasiya eləyəndə də 1200 üzərindən eləyəcəyik. Yəni, bu deməkdir ki, biz bir əsas vəsait alırıqsa, onun üzərinə müəyyən xərclər qoyuruqsa, biz onu kapitallaşdıracağıq, sonra siləcəyik xərci. Biz onun necə silinməsini dedim, amortisasiya bağlı biz növbəti dərsdə keçəcəyik. Əsas burada biləsiniz, ilkin dəyər nədir? Kapitallaşdırma nədir? Məsəl, bina, ev təmir edirsən. Ev almışsın, təmir edirsən. Almışsın 50 minə, 20 minə xərci çıxır, 70 minə. Gördünüz? O 20 mində xərci birbaşa, yəni onu balansa
50 min üzərindən yox, 70 min üzərindən daxil edin. Bəli. Amortisasiya eləyəndə də 70 min üzərinə eləyəsiniz. Hə, orada vergilər cəhətdə müəyyən istisnalar var. Bizim dərsimiz vergi ilə bağlı olmadan ki, o məsələ hələ girmir, ehtiyac yoxdur. Bəs deyə bilərsiniz ki, müəllim, bəs maddə aktivlə və əsas vəsaitlər ilk alınan niyə 103-ə, qeyri-maddə 113-də əsas vəsaitlər nömrə hesaba qeyd edilir? Bunun səbəbləri nədir? Birinci səbəb o, avadanlıq ilin ortası alınması səbəbi ilə növbəti ilin əvvəlində istismara verilə bilər. Məsəl üçün, mən almışam avadanlığı, məsəl üçün, noyabr ayı və yaxud dekabr ayı. Və yaxud almışam, məsələn, deyək, sentyabr ayı. 4 ay, ilin bitməyin 4 ay qalır. Mən planlayıram ki, mən onu yanvar ayın birini istismara verəcəm. Bu nə deməkdir? Bu deməkdir ki, mən ilk anda nə etməliyəm? Onu mal hesab eləməliyəm. Mal hesab eləməyəm də ona görə mən 110, 113 atıram. Və 103 atıram. 103-dən sonra fırlayıb gətirib 111 atıram. Kapitallaşdırma ola bilər. Kapitallaşdırma. Yer icarəyə götürmüşəm və yaxud bina almışam və yaxud avtomobil almışam, əlavə yenə müəyyən xərclər qoymuşam. Görürsünüz, kapitallaşdırıb sonra amortisasiya eləmək. Ona görə 113-ə atırlar ora, sonra atırlar 112-yə, sonra da atırlar 111-ə. Niyə? Birinci mal hesab edilir. Formal, ikinci ona amortisasiya hesablayırıq. Sonra isə ona amortisasiya xərcisi, sonra da atırlar 111 nömrə hesab. Elə ola bilər ki, məsələn, mən kompüter almışım öz istifadəm üçün. O demək ki, o mənim malımdır, aktivimdə avadanlıq üçün. Ancaq mən anidən qərar verirəm ki, mən bunu satacam. Mümkündür. Ona görə də ilk anda o 113 nömrə və 103 nömrə hesab iki başlıdır. O mal hesabı mahiyyətindədir. Ona görə mən bəlkə sonra istismara verib satacaqdım. Ona görə də onu 111-ə atmırlar. İlk anda qərar qətiləşənə kimi, nə zaman istismara verilən qətiləşənə kimi, o 113 və 103 nömrəli hesabda saxlayırlar. Vergi məcəlləsində qeyri-maddi aktivlərin müddəti də ola bilər, müddətsiz də ola bilər. Məsələn, bir lisenziya ala bilərsiniz, yazıla bilər ki, üzərində müddətsiz. Ancaq bir lisenziya da ala bilər, üzərində müddətli yazıla bilər. Vergi məcəlləsi deyir ki, bu qeyri-maddi aktivlərlə bağlıdırsa, onun istifadə müddəti məlum deyilsə, yəni müddətsiz yazılıbsa, deyir ki, 10%-ə dək amortisasiya eləyə bilərsin. O demək ki, hər il 10%. Məsələn, bir lisenziya almışsa 10.000 pul verir. Hər il 1000 amortisasiya eləyə bilərsin. Ancaq istifadə müddəti yazıbsa, 10.000 almışsa, yazıb ki, 20 il. 20 il nə deməkdir? Siz 10.000-i böləsiniz 20-yə, hər ay 500 düşəcək. Demək, hər ay 500 manat həcmində onu amortisasiya etmək olur. Biz növbəti dərsimizdə amortisasiya metodları haqqında danışacağıq.